أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. آمنا بالله. Sadaqallahul aliyyul azim. Aziz müminler, möhtərəm müminələr, Allah bu gözəl, böyük bayramı hamımız üçün mübarək qərar versin inşallah. Bu gözəl günləri bizim üçün sonuncu qərar verməsin inşallah. Allah hamımızı Əli vilayətində sabit qədəm olanlardan qərar versin. Allah bizləri və bizdən sonra gələn nəslimizi, balalarımızı Əlinin vilayətində olanlardan qərar versin inşallah. Allah bu gözəl günə xatir xəstələrimizə şifa inayət eləsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Qalanlarımıza Allah can sağlığı inayət eləsin. Müşkillərimizi, problemlərimizi həll eləsin. Darda olanlarımıza nicat versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri də ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Allahümme salli ala Muhammed və Ali Muhammed. Allahümme salli ala Muhammed və Ali Muhammed. Qədirxan bayramı İslam bayramlarının ən böyüyüdür. Bunu bizim məsumlarımız belə ifadə edir ki, İslamın ən böyük bayramı Qədirxan bayramıdır. Bu, Quran-ı Kərimə, İslam şəriətinə, İslam tarixinə müraciət ediləndə də elə bu cürdür. Baxın, biz Ramazan ayında oruç tuturuq. Oruç tutmaqlıq İslamın vacib əməllərindən biridir. 30 gün oruç tutandan sonra fitr bayramı qeyd edirik. 30 gün oruca görə bayram qeyd edirik və o bayramı da Allah bizim üçün bayram qərar verib. Ki biz hamımız haman günü namaz qılarkən də onun qunutunda deyirik ki, ilahi, sənə and veririk, səndən istəyirik. Bu bayram günündə ki, bu bayramı sən özün bizim üçün bayram qərar vermişsən. Və həmçinin həcc İslam şəriətinin vacib əməllərindən biridir.
Gedirik həcc ziyarətini yerinə yetiririk və Zilhiccə ayının 10-unda qurban kəsirik və bayram qeyd edirik və onu da Allah Subhanahu və Teala bizim üçün bayram qərar verib. Oruc ibadətinin sonunda bayram. Həcc ziyarətinin demək olar ki, son günlərində Zilhiccənin 10-unda bayram. Bunların hər biri İslamın bir vacib əməlidir. Lakin Qədirxuma gəlincə isə, Qədirxum nədir? Belə bir bayramdır ki, o bayram dinin kamilləşən, nemətlərin tamamlanan və Allahın bir din kimi İslamı bizim üçün seçib bəyəndiyi bir gündür. Yəni bu günləri tam bütöv dinin tamamlandığı gündür. Bütün nemətlərin tamamlandığı gündür. Din ancaq həcdən və orucdan ibarət deyil. Həcc və oruc ibadətləri bu dindən bir cüzi bir hissədir. Lakin vilayət bayramı isə, Qədirxum bayramı isə dinin nəyidir? Tamamlandığı gündür. Ona görə də biz məntiqlə belə düşünəndə görürük ki, nədir? Heç bir mübaliğə yoxdur biz deyəndə ki, Qədirxum bayramı İslamın ən böyük bayramıdır. Bu birinci məsələ. İkinci, Allah Subhanahu və Teala Qur'an-ı Kərimdə bizə açıq-aşkar bəyan edir və bizim boynumuza haqq qoyur. Siz bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən çəkdiyi zəhmətlərin müqabilində nəsə onun üçün eləmək istəyəndə səhabələr, Peyğəmbər dedi ki, mən nə eləmişəm, hər şeyi Allaha xatir eləmişəm, mənim elədiklərimin əcrini Allah verər, siz verə bilməzsiniz. Sizdən heç bir şey istəmirəm. İsrar olduğu tərzdə Allah Qur'an-ı Kərimdə bir ayə nazir elədi və bütün bəşərin və həmçinin də bizim boynumuza haqq qoydu. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Denən, mən bunun müqabilində, onun müqabilində, təbliğatımın müqabilində yaxınlarıma məhəbbət, məvəddət, sevgidən başqa bir şey istəmirəm. Demək, bu din həcci ilə, orucu ilə, namazı ilə, bütün vacib əməlləri ilə nədir? Onun müqabili, onun əvəzi, onun dəyəri və Peyğəmbərə o zəhmətlərə görə təşəkkürün nəyi? Əlaməti onları sevməkdir. Ona görə əzizlər, heç də mübaliğə deyil biz desək ki, Qədirxum bayramı, vilayət bayramı ən böyük bayramdır. Bu müqəddimədə bunu da əlavə edeyim, keçirəm oxuduğum ayəyə. Hədis-i şərif İmam Baqir və digər imamlarımızdan bu məzmunda rivayətlər var. Deyir, ma nudiyə bi şeyin mislə ma nudiyə bil vilayə. Deyir, İslamda vilayətə çağırış kimi heç bir şeyə çağırış olmayıb. İslam dinində heç bir şeyə vilayətə əmr olunduğu kimi digər bir şeyə əmr olunmayıb. Namaza əmr olunmuşuq, oruca əmr olunmuşuq. Əmr bi məruf, nəhi əz münkər, dinin vacib əməllərini Allah bizi əmr eləyib. Lakin imam deyir ki, vilayət kimi heç bir şeyə əmr olunmamışıq. Ən böyük əmr odur, ən böyük çağırış odur. Ona görə də baxın, Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm o əzəmətli hadisə, o isti çöldə Hz. Əli ibn Əbi Talib əleyhissalatu vesselamın vilayətini və ondan sonra gələn balalarının vilayətini elan eləyərkən hündür bir yerdə rivayət nə deyir? Deyir, Hz. Əlinin əlini o qədər qaldırdı ki, hətta banə bəyavu ibtayhi. Deyir, əlinin əlini o qədər qaldırdı ki, onun qoltuğunun ağlığı göründü. Və nə dedi? Mən kuntu mevlah, fəhədə aliyyum mevlah. Mən kimin mevlası idimsə, Əli də onun mevlasıdır. Hədis bəllidir. Ondan sonra Qədirxum günündə Allah Subhanahu və Teala haman sizin nəzərinizə oxuduğum ayə nazil oldu
El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dina. Ben bugün sizin dininizi kamilleştirdim. Dikkat edin. Ayet 3 meseleye hususi şekilde yer verir. El-yevme ekmeltu lekum dinakum. Bugün ben sizin dininizi neyledim? Tamamladım, kamilleştirdim. 2. Ve etmemtu aleykum ni'meti. Nimetlerimi sizin üzerinizde neyledim? Tamamladım. 3. Ve raditu lekumul İslam'e dina. Sizin için İslam dinini bir din kimi münasip bilip beğendim, seçtim. Size onu neyledim? Təqdim elədim, verdim. 3 tane mesele. Azizler, bu 3 mesele, bakın çok önemli meseledir. Biz bu ayəni okuyarken bizim ağlımıza ilk önce nedir? Deyirik ki, din tamamlandı Ali'nin vilayetiyle. Nimetler, din kamilleşti Ali'nin vilayetiyle. Nimetler tamamlandı Ali'nin vilayetiyle. Allah İslam'ı bizim için bir din kimi neyledi? Seçip beğendi Ali'nin vilayetiyle. Bunu hamımız belə ilk önce bu ayə bizim zehnimizə gələndə, oxuyanda, eşidəndə bizim zehnimizə bu cür gəlir. Lakin mənim bir neçə sualım var. Gəlin beraber bu ayə barədə düşünək. Görəsən, həqiqətən də ayədən məqsəd yalnız Ali'nin vilayətidir, yaxud ayənin daha geniş bir mənası var. Bunun üçün də sual verək. Allah deyir ki, El-yevme ekmeltu lekum dinakum. Bugün mən sizin üçün dininizi elədim, kamilleştirdim. Ali ibn Abi Talib aleyhissalatu vesselam qısa bir müddətdə xilafət ərzində o qədər təzyiqlərə məruz qalmışdı ki, biz real baxanda Ali ibn Abi Talib dini tam şəkildə, kamil şəkildə insanlara çatdıra bildi. Qorxmayın cavab verməyə. Heç fikhin bəzi elementar məsələlərin də Ali ibn Abi Talib bəzən öz vaxtında çatdıra bilmədi. Nəyi bacardı, elədi. Çünki döyüş, müharibə, o qədər hökmlər vardı ki, heç Ali'nin vaxtında onun cavabı bilinmədi. İmam Sadiqin vaxtında bilindi, İmam Baqirin vaxtında bilindi. Belədir, belə deyir. Ona görə bu belə bir sualdır ki, biz deyirik ki, Ali'nin vilayəti ilə din kamilleşdi. Axı Ali ibn Abi Talib xilafətdə qısa bir müddət oldu, şəhid oldu. Hələ nə qədər eləmək istədiyi şeylər vardı ki, həyata keçirə bilmədi. Heç fikhi məsələləri də tam şəkildə insanlara çatdıra bilmədi. Haqdan danışan vaxtı insanlar çıxırdılar, dedilər nədir? Filan kəslə filan kəsin qoyduğu yol aradan getdi. Ali ibn Abi Talib o qədər məzlum idi ki, haqq onun ətrafında heç kimi qoymadı. Bu birinci sual. Ali öz vaxtında dini tam kamilleşdirə bilmədi. Bu real bir dənə heç peyğəmbər də eləyə bilmədi. 23 il zəhmət çəkdi. Bəli, zəhmətlər çəkildi, amma Allah istəyən formada tam o hədəfə yetə bilmədi. İkinci, Allah Quran-ı Kərimin Tövbə surəsində, Səf surəsində nə deyir? Huvəl-ləzi ərsələ rəsuləhu bil-huda və dinil haqq. O haman Allah'dır ki, öz Resulunu nədir? Bir hak dinlə və hidayətlə nələdi? Yolladı. Nə üçün yolladı? لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ. Allah'ın hedefi buydu ki, gönderdiği din bütün dinlerden üstün olsun. Hatta müşrikler, kafirler bunu istemeseler de, ikrah eləsələr də, mübarizə aparsalar da Allah istəyir ki, bu din ne olsun? Tam şəkildə bütün dinlərdən üstün olsun. İndi mən bütün dinlər qalsın kənara. Ali ibn Abi Talib öz zamanında, öz xilafəti dövründə, bəli, Ali ibn Abi Talib imperatorudur. Lakin hələ qeyri-müsəlmanları qoyuram kənara. Müsəlman olan ölkələr, vilayətlər hamısı Ali ibn Abi Talibə tabi idilər. En azından Muaviyə özü üçün Şamda nə qurmuşdu? Bir xilafət qurmuşdu, Ali ilə mübarizə. Müsəlman, indi biz zahirdə müsəlman idi də.
Nə qədər də insanları aldatmışdı, bəzilərin vicdanlarını almışdı, dinlərini almışdı. Heç Muaviyə Əliyə tabi deyildi. Düzür. Siffeyndə, Nəhrəvanda müsəlmanla döyüşmədi. Əli kimlərlə döyüşdü Siffeyndə? Muaviyə ilə. Bəli, indi zahirdə müsəlman idilər. Nəhrəvanda xəvariclə döyüşdü. Demək, Əli ibn Əbi Talib, hələ qalsın digər dinlər, Əli ibn Əbi Talib hətta müsəlmanları tam şəkildə nədir? Özünə tabi eləyə bilmədi. Nə qədər əziyyət çəkdi, nə qədər zəhmət çəkdi, nə qədər işlər gördü, nə qədər şəhidlər verdi, yaralandı, axırda bu yolda şəhid oldu. Amma İslam bütün dinlərdən üstün olmaq hədəfi qalsın kənara, tam müsəlman nədir, coğrafiyasını özünə tabi eləyə bilmədi. Xavariz buradan ona əleyhinə çıxdı, Muaviyə buradan qoşun yığdı, digərləri hərə bir tərəfdə bir iş gördü. Belə idi. Demək, İslamın, Allahın bu dini göndərməkdə əsas hədəf bütün dinlərdən üstün olmalıdır. Missiyası, hədəfi Əli ibn Əbi Talibin dövründə yerinə yetmədi. Yetmədi də belə deyirdi. Bu açıq aşkar tarixdir, gözlə gördüyümüz bir şeydir. Ona görə əzizlər, biz bu ayəni oxuyanda sırf o ayəni Əli ibn Əbi Talibə həsr eləməklə nə edirik? Səhv edirik. Və ayəni düzgün formada təfsir eləmirik. Ona görə də Qədir xütbəsində Peyğəmbər sallallahu aleyhi və səlləm o səhradakı xütbə söylədi. Orada ancaq Əlinin adı keçmir. Əli və Əlidən sonra gələn 11 övladı. Əli ilə başlayır, bitir bizim zamanımızın sahibi, sahibəl asri və zaman accalallahu teala fərəcəmiş. Ona görə bu günləri biz, bəli, vilayət başladı Əli ibn Əbi Taliblə. Şahı Əlidir, möminlərin əmiri Əlidir. Lakin Əli ilə başladı və ondan sonra İmam Həsən, İmam Hüseyin və ta İmam zamana qədər bu davam elədi. Ona görə bu bayram vilayət bayramıdır. Kimin vilayəti? Yalnız və yalnız Əlinin vilayəti yox. Əli və onun məsum övladlarının vilayəti. Hər bir imamın öz dövrünə uyğun vilayəti olub və bugün də biz ağamız, mövlamız, zamanımızın xilaskarı, ümidimiz, gözümüzün nuru, qəlbimizin sevinci, mütləq ədaləti bərpa eləyə bilən yeganə şəxs İmam Zaman ağanın dövründə yaşayırıq. Allah onun zuhurunu tezləşdirsin. Bax, bu günləri hər bir şəxsin, hər bir fərdin məsumlardan nəyi olub? Vilayəti olub, öz dövründə. Və bu günlərdə biz də nədir? İmam Zaman ağanın dövründə yaşayırıq və İmam Zaman ağanın vilayətini, bəli, başda Əlinin və onun övladlarının, sonda nədir, gəlib yetişmişik kimə? İmam Zaman ağaya. Bu günləri, bax, biz bunlara diqqət eləməliyik. Bu günləri yalnız bəzileridir Əlinin, həqiqətən mən bu sözləri Əlinin taxta çıxan günü, nə bilim filan günü, şahlıq verilən günü filan, bunlar hamısı el dilində söylənən sözlərdir. Əli elə Peyğəmbərdən sonra nə idi? Həmişə şah idi. Əli həmişə imam idi. Əli kürsü ilə zinət tapmamışdı. Əli kürsüyə zinət vermişdi. Əli vəzifə ilə Əli olmamışdı. Bugün gəlin biz bu Əli ibn Əbi Talibi səhv cəmiyyəti təqdim eləməyək. Əli harada idisə, o yer nə idi? Nur idi. O yer cənnət idi. Əlinin nə kürsüyə ehtiyacı var idi, heç nəyə ehtiyacı yox idi. Bu günləri, əzizlər, Allah o qədər dəyər verib Əli və övladı Əliyə, sadə bir kağızın üstündə onun adını yazanda öpürsən, qoyursan gözünün üstündə. Kağız. Mənim adım da yazılsın kağızın üstünə, atırsan gedir. Amma Əlinin adını atırsan yerə. Hüseynin adı olan kağızı atırsan yerə. Gör, Allah bunların adına da bərəkət verib. Sadə bir kağız ki, nədir, ondan müxtəlif şeylər üçün istifadə olunur, amma Əhl-i Beytin adı orada olan kimi olur dəyərli və qiymətli. Bunların mədhə ehtiyacları yoxdur. Bunların hansısa vəzifəyə, kürsüyə ehtiyacları yoxdur. Allah bunları ucaldıb. Amma baxın, mən bu məsələni istəmirəm çox kənara çıxım. Allah Subhanahu və Teala burada 3 məsələdən söhbət edir. Və bu 3 məsələnin heç biri tam şəkildə, hədəfli formada Allah istəyən kimi Əlinin dövründə həyata keçmədi.
Bu real bir faktdır. Ona görə də bax, buna əsasən biz deyirik ki, bu bayram sırf Əliyə aid deyil. Əli və onun timsalında bizim 11 imamımıza, Əli ilə bir yerdə 12 imamımıza nədir? Şamildir və bizim zamanımızın sahibinə qədər. Çünki Allahın vədəsi sadiqdir. Zaman zaman hər bir imam öz dövründə öz vəzifəsini, öz misyasını yerinə yetirdi, dini təbliğ elədi, şəriət hökmlərini İmam Sadiq, İmam Baqir öz zamanında cəmiyyətə öyrətdilər. Amma tam şəkildə Allahın istəyi nə olacaq? İmam Zaman ağanın dövründə لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ Allah istəyir bu dini eləsin, bütün dinlərdən üstün qərar versin, müşriklər bunu istəməsələr də. O da yalnız və yalnız İmam Zaman ağanın dövründə olacaq. Bütün dünyaya hakim olacaq. İslam bir din kimi bütün dinlərdən üstün olacaq. Bu Allahın vədəsidir. Ona görə əzizlər, biz bu ayəni deyirik nədir? Vilayət, Həzrəti Əlinin vilayəti və onun balalarının vilayəti. Bu günləri Peyğəmbər sallallahu aleyhi və səlləm Əlinin əlini qaldırmaqla eyni zamanda İmam Həsənin əlini qaldırdı, İmam Hüseynin əlini qaldırdı və eyni zamanda İmam Zaman ağanın əlini qaldırdı. Və bizdən o günləri Əlinin zamanında yaşayan möminlər, səhabələr gəldilər, Əlinin əlini sıxdılar. Bəxin, bəxin ləkə ya Ali, əsbəhdə mevlay və mevla cəmi' kulli müminin və müminə. Gəldilər, təbrik edildilər əlini ya Əli. Bəh, 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 bəh ya Əli. Sən bu günləri nədir? Bizim və bütün möminlərin mövlası oldun, əmiri oldun. Təbrik edildilər əlini, çünki Əlinin dövründə idi. Biz də eyni ilə nədir? Gərək nədir? Baxın, bu məsələyə diqqət edək və biz kimin zamanında yaşayırıqsa, onunla beyətimizi, bax, bugün təzələməliyik, təzələməyimiz vacibdir. Çünki biz bu kişinin zamanında yaşayırıq. Əlinin, zamanımızın Əlisi İmam Mehdi Accalallahu Teala fərəcəhu şərif. Ona görə Qədirxumu biz digər imamlarımızdan nə eləyənmərik? Ayıranmərik. Biz Qədirxumu İmam Mehdidən ayıra bilmərik. Elə Əlinin əli qalxdığı gün İmam Mehdinin əli də qalxdı haman günü. Ona görə əzizlər, baxın, bu önəmli məsələdir, buna diqqət eləmək lazımdır. Vilayət, imamət önəmli məsələdir. Baxın, İmam Sadiq aleyhissalatu vesselamdan, İmam Baqirdən də bu rivayət varid olub. Allah rəhmət eləsin, Şeyx Kuleyni öz Əl-Kafi kitabında qeyd edir, deyir, mən matə, buna biraz diqqət edin. Mən matə və leysə ləhu imam, matə mitətən cahiliyyə. Kim imamsız ölsə, imamı olmadan ölsə, elə bil cahiliyyət dövründə ölənlər kimi ölüb. Bu nə deməkdir, imamsız ölsə? Bəzi rivayətlərdə imamını tanımayıb ölsə. Amma burada bu ifadə çox dəqiq ifadədir. İmamı tanımaqlıq hər şey demək deyil. İmamı olmadan ölməklik böyük fəlakətdir. Çünki insanın imamı olmaq nə deməkdir? Əli mənim imamımdır, İmam Zaman ağa mənim imamımdır, yəni mənim rəhbərimdir. Mənim nəyim varsa ona fədadır. Onun əmrinə mən mütləq şəkildə qeydsiz, şərtsiz tabiyəm, mütiyəm. İmamı tanımaq kifayətdir. Bu əqidədə olmaq. Bütün varlığınla imama bağlanmağı Allah bizdən istəyir. Və illa imamı tanımaq nə var idi ki? Məyər Harun Ər-Rəşid, Allah ona lənət eləsin, İmam Musa-i Kazimi və İmam Rızanı tanımırdılar. Məmum imamı tanımırdı, bilmirdi kimin oğludur. Bilirdi. Amma həm imansız idi və həm də imamsız idi o. Həm imansız idi, həm də imamsız idi. Tanımaq işlə vermir, mən tanıyıram filan kəsin oldu. Yaxşı, Küfədən İmam Hüseyin aleyhissalatu vesselama yazılan minlərlə məktub sahibləri bilmirdilər Hüseyin Peyğəmbərin oğludur. Tanıyırdılar da. Tanıyırdılar onlar. Gəl sənə fəda olay, qurban olay. İndi bəzi rivayətlər 18 min məktub, bəzi rivayətlərdə 40 min nəfər məktub yazmışdı. Hamı Hüseynin kimliyini tanıyırdı. Amma onların nədir?
tanımağı onlara bir fayda vermədi. Hə, mən bilirəm ki, bu günləri İmam Zamanın dövründə yaşayıram. Bu tanımaqlıq heç nə vermir bizə. Biz mütü olmalıyıq. Ona görə baxın, rivayətlərdə var, deyir, Süfyanı zuhur eləyəndə İmam zuhur eləyəndə Süfyanı ilə döyüşəndə Süfyaninin tərəfdarlarından bəziləri İmam Zaman ağanın tərəfinə keçib öz dəstəsi ilə döyüşəcək. Və bəzi İmam Zaman ağanın tərəfində olan insanlar isə nədir? Yolunu azıb keçəcəklər Süfyanın tərəfinə. İmam Zamanın dəstəsində olanlar çıxacaqlar, köçəcəklər kimin tərəfinə? Süfyanının komandanlığını qəbul edib İmam Zamana qılınc qaldıracaqlar. Bunlar bilmirlər bunu. Özdəki Süfyanının zuhuru, Süfyanının döyüşü bilirsiniz hardadır? Bütün o əsas əlamətlər baş verəndən sonradır. Yəni bunlar bilirlər və hər şeydə aydındır, günəş kimi olarsın, amma buna baxmayaraq imamı tərk edəcəklər. İndi nəyə görə, bəli, bax, İmam Hüseyni nəyə görə tərk edədilər ki? Ömər ibn Səd bilmirdi İmam Hüseyin kimdir. Ömər ibn Səd İmam Hüseyinlə hələ uzaq qohumluq əlaqələri də var idi. Belədir. Bilirdi kimdir, lakin dünya qoymadı. Ona görə əziz qardaşlar, imamı tanımaq yetmir. İmanlı və imamlı olmaq lazımdır və bu dünyadan imamsız və imansız getmək fəlakətdir. Ona görə baxın, hədis deyir, mən matə və leysə ləhu imam, əgər bir nəfər imamsız ölsə, imamı olmadan ölsə, matə mitətən cahiliyyə. Cahiliyyət dövründə ölənlər kimi ölüb. Cahiliyyət dövründə ölənlər kimlərdilər? Ama bu Cümə surəsini ki biz həmişə oxuyuruq, orada nə deyir? Deyir, və yuallimuhumul kitaba vel hikmə. Ayənin nədir? Bir hissəsini oxuyuram. Və yuzakkihim və yuallimuhumul kitaba vel hikmə və in kanu min qablu lafi dalalim mubin. Allah deyir, onlara nə göndərdi? Bir peyğəmbər göndərdi onların özlərindən. O peyğəmbər nə edirdi? Onları paklaşdırıb onlara elm, hikmət öyrədirdi. Onlar bundan qabaq açıq-aşkar zəlalətdə idilər. Bundan qabaq yəni haçan? Cahiliyyət dövründə də, yəni bundan peyğəmbərdən qabaq dövr nə idi? Allah cahiliyyət dövrünü Quran-ı Kərimdə deyir, dalal mubin, açıq-aşkar zəlalət. Yəni kimin imamı yoxdur, dünyadan köçüb gedir? Necə gedir? Açıq-aşkar zəlalətdə dünyadan köçüb gedir. Bu Quran ayəsidir. Cahiliyyət dövründə ölən kimi ölüb demək bu deməkdir. Ona görə əziz qardaşlar, biz bu məsələyə diqqətli olmalıyıq. Bu günləri mən və hamımız bəzən imamı tanıyırıq, amma hələ də imamımız var bizim ya yoxdur, o hədəfə doğru ciddi addımlarımız yoxdur bizim. Hansı birimiz imamı aramızda var olan şəxs kimi təsəvvür edirik? Sadə elə nə olar ki dilimiz imam deyir? Nə olar dilimiz nədir? Gündə İmam Zaman ağanın duasını oxuyuruq, onun zuhurunun tezləşməsi üçün dualar edirik. Əsl imam bu deyil. Bəzən bunlar hamısı boş iddialardır və nəticə etibarı ilə Allah eləməsin. Necə ki, bəzi İmam Zaman ağanın dəstəsində olanlar kesib Süfyanının tərəfdarlı olacaqlar. Bəlkə də bizə kim zəmanət verib ki, biz onlardan olmayacaq? Kim zəmanət verib bizə? Ona görə baxın, bu vilayət bayramını dərk eləmək lazımdır. Mən iki dənə bir ziyarətnamədə və bir də əhd duasından iki parça oxuyacağım. Bir-birinə oxşar parçalardır. İndi əhd duasını çoxu bəlkə də sübh vaxtı, sübh namazında sonra oxuyur və oxunması da müstəhəb dualardandır. Və İmam Zaman ağanın da ziyarətnaməsində bir gözəl ifadələr var. Mən onları oxuyub sizə çatdırmaq istəyirəm ki, baxın, məsum imamlar bizdən zamanə imamına qarşı necə olmağımızı istəyiblər. Necə olmalıyıq ki biz? Bugün vilayət bayramı Əli və övladı Əlinin İmam Zaman ağanın vilayətidir. Bu günləri biz onun zamanında yaşayırıq. Ona deyirik sahibul asri və zaman. Zamanənin və əsrin nəyi? Sahibi. Yəni bizim bu zamanın, bu məkanın hamısının sahibi İmam Zaman ağadır Allahın izni ilə də. Odur.
Biz öz sahibimizə qarşı necəyik? Bilmirik. Amma necə olmalıyıq, bunu öyrənməliyik. Baxın, İmam Zaman Ağanın ziyarətnaməsində, baxın, bizə məsumlar nə öyrədirlər? Peyğəmbər zamanına bir salavat deyə inşallah. Allahümme uceddidu lehu fi hadal yevmi ve fi kulli yevmin ahden ve aqden ve bey'aten lehu fi raqabati. Bu cümlələrə diqqət edin. Və mən çox xahiş edirəm, diqqətlə bunu qulaq asaq. Görək ki, bu imam bizdən nə istəyir? Yəni, bizdən nə istəyirlər məsumlar? Biz zamana imamına qarşı gündə nə formada olmalıyıq? Ki, və sonra özümüzə sual verək ki, mən danışan o cürəm, imam məsum istəyən kimiyəm, ya yox? Əgər eləyəmsə, onda nədir, mənim imamım var və imanım da var. Əgər elə deyiləmsə, mənim imamı tanımağım, nəuzubillah, Şimrin imamı tanımağı ilə heç bir fərqi yoxdur. Küfəlilər, məktub yazanların imamı tanımaqları ilə bizim imamı tanımağımızın bəzən heç bir fərqi yoxdur. Bunu gəlin qəbul eləyək. Bugün imam deyəni eləmirəmsə, imam zamanı qəzəbləndirən işlər görürəmsə, mənlə küfəlilər ki, İmam Hüseynə qılınc çəkdilər, İmam Hüseyni tək qoydular, mənlə onların arasında nə fərq var ki? Onlar qılınc zərbəsi vurublar, mən nədir? Öz əməllərimlə İmam Zaman Ağanı incidirəm. Ona görə baxın, bu hissədə nə deyir? Deyir, mən bugün və hər gün öz beyətimi, əhdimi, müqaviləmi, boynumda olan müqaviləni, beyəti, əhdi onunla təzələyirəm. Hər gün bunu biz deməliyik. Hər gün səhər İmam Zaman Ağanın ziyarətnaməsində bu deyilir və əhd duasında da var ki, onu oxuyacağım. Hər gün bu sözü hər birimiz deməliyik. Səhər açıldı, deyirsən, və Allaha şükür edirsən, Allahın yer üzündə olan höccətini salamlayırsan, deyirsən ki, zamanının sahibi, mənim ağam, mənim sahibim, mənim imamım, mən bu günləri ki oyanmışam, sənlə bu günləri öz beyətimi, öz müqaviləmi, boynumda olan əhdimi təzəliyirəm. Özə ücəddi təzəliyirəm, yəni nədir? Bu vilayət elə, orada deyir ki, elə Həzrəti Əlini bayramını qeyd elədik, orada vilayəti qəbul elədik, bitdi. Yox, hər gün imam deyir, nədir? Bu təzələnməlidir. Hər gün bu söz ifadə olunmalıdır. Yaxşı, ondan sonra deyilən sözlərə diqqət edin. Görün, nə boyda sözlərdir bunlar. Allahümme fəkəmə şərrəftəni bihədət təşrif və faddaltəni bihədihil fadilə və xasastəni bihədihil ni'mə. İlahi, sən necə ki, mənə bu məqamı verməklə, yəni bu vilayət nemətini verməklə məni şərafətləndirmirsən. Şərafətli bir məqam vermirsən mənə. Və məni bu fəzilətlə nədir? Üstün qərar vermirsən. Və bu böyük nemətə, bu neməti mənə məxsus eləmirsən. Yəni mən Əli və övladı Əlinin vilayətini qəbul eləmişəm. Mən öz zamana imamımı tanıyıram. Bu bir şərafətdir, imam deyir. Məsum sözləri deyə bu. Sonra nə deyir? Deyir, فَصَلِّ عَلَى مَوْلَايِ وَسَيِّدِي صَاحِبِ الزَّمَانِ Allahümme salli ala Muhammed ve ala. Sonra İmam Məsum Allah'a təvəssül edir kimlə? İmam Zamanla. Deyir ki, ilahi, sən salam və salavatını göndər mənim Mövlam, Seyyidim, zamanənin sahibinə. Sonra nə deyir? وَجْعَلْنِي مِنْ أَنْصَارِهِ وَأَشْيَاعِهِ وَالذَّابِّينَ عَنْهِ Məni onun ənsarlarından, köməkçilərindən qərar ver. Və əşyaihi, ona tabi olanlardan məni qərar ver. Və zəbbinə anhu, onu müdafiə eləyənlərdən qərar ver. Və cəalni minəl müstəşhədinə beynə yedeyh, ta'ian qeyrə mukrah. İlahi, məni onun önündə şəhid olanlardan qərar ver. Amma necə şəhid olanlar? Ürəklə, könüllü şəhid olanlardan, məcburi şəhid olanlardan qərar vermə. Çünki bəzən görürsən nədir? Ne, bu ifadə də çox yerində deyilən ifadədir. Bəzən insan məcbur olur hansısa nədir? Dəstədə olmağa və heç
onlarla həmrəy olmasa da görsən ki, orada yıxılır, ölür, şəhid olur. İndi el ona şəhid deyir. Bəzən qaçmaq istəyir deyilə, gəlir nədir, bir şey dəyir ona, biz də deyirik o şəhiddir. Amma bu dua eləyən nədir? İmam bizə öyrədir ki, siz dua eləyin ki, biz İmam zamanının önündə şəhid olayıq, amma bu şəhadət nə olsun? Könüllü olsun, məcburi olmasın. Orada olmaqlıq da nədir? Bəzən məcburiyyət bunu tələb eləyir də, cəmaat nə deyər, mən də orada olmayım. Olur da belə şeydir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında mən sizə dəfələrlə demişəm, bir nəfərin uzun qulağına gözü düşür. İstəyir onu əldə eləsin. Peyğəmbər tərəfindən döyüşür, o da düşmən tərəfindən olur. Müşriklər tərəfdə olur. Deyir ki, onun məqsədi Peyğəmbəri, İslamı, dini müdafiə eləmək olmur. Deyir, haçan mən o uzun qulağın sahibini öldürərəm, onun eşeğini götürərəm. Məqsəd bu olur. Amma bunun bəxti gətirmir, bədbəxt olur. Bu, onu öldürməkdən o onu öldürür. Cəmaat deyirlər, indi şəhidləri cəm edirlər, bu İslam tərəfindən şəhidləri. Peyğəmbərə deyirlər, ya Rasulallah, bizim tərəfdən bir dənə də şəhid var filan yerdə, filan budur. Gəlirlər, kimdir? Baxayala ona. Deyirlər, bu uzun qulaq eşşək şəhididir. Bu İslam üçün şəhid olanlardan deyil. Bu eşşək şəhididir. Deyirlər, ya Rasulallah, eşşək nədir? Bura gəlmişdi, o kişini öldürüb bunun eşşəyini götürməyə. Ona görə baxın, dua eləyəndə də İmam bizə öyrədir ki, dua eləyirsiniz ki, biz İmam Zaman ağanın önündə şəhid olanlardan olaq. Bu qeydi ona əlavə eləyin. Yəni, könüllü olaraq, istəklə, razılığımızla, ikrahla yox, məcburiyyət üzündən yox. Ona görə baxın, o cür şəhid olmaqlıq başqa məqamdır. Nə var, məsələn, məcbursan, əmr qulusan, gedirsən, nədir? Bir var, ürəklə. Ona görə bu duanı eləmək lazımdır. İmam Zaman ağanın önündə ürəklə, könüllü, öz xoşumuzla şəhid olanlardan olaq. Bu ziyarətnamədədir. İndi baxın, əhd duasını oxuyun, öyrənin. Ən azı Azərbaycan dilində onu gündə səhər-səhəri oxuyun onu. Baxın, bu sözlərdə imam nə deyir? Biz imama nə deyir? Allahümmə inni ucəddidu ləhu fi sabihəti yevmi hâzâ وَمَا عِشْتُ مِنْ أَيَّامِ عَهْدًا وَعَقْدًا وَبَيْعَةً لَهُ فِي عُنُقِي لَا أَحُولُ عَنْهَا وَلَا أَزُولُ أَبَدًا. İlahi, mən bu günümün sübhündə və bundan sonra nə qədər yaşayacağamsa, bütün günlərimin səhərində ona boynumda olan beyətimi, əhdimi, öz müqaviləmi, əqdimi təzəliyirəm. Və söz verirəm ki, və mən bundan heç vaxt çəkinməyəcəyəm, uzaqlaşmayacağam və imamı nədir? Tək qoymayacağam. Yəni, bu beyəti ki eləyirəm, bu beyətdə sabit qədəm dayanacağam. Heç vaxt nədir? Öz əqidəmi dəyişməyəcəyəm. Sonra nə deyirik? Allahümmə cealni min ansarihi, ilahi məni onun ənsarlarından, köməkçilərindən qərar ver. Və ə'vanihi, ona yardım eləyənlərdən. وَالذَّابِّينَ عَنْهِ, onu müdafiə eləyənlərdən məni qərar ver. وَالْمُسَارِعِينَ إِلَيْهِ فِي قَضَاءِ حَوَائِجِهِ, onun hacətlərini, istəklərini yerinə yetirməkdən məni tələsənlərdən qərar ver. Ki, məni o məqama çatdır ki, mən imamımın istəyini yerinə yetirməyə tələsim. Gedim, deyim, birinci mən eləmək istəyirəm bu işi. Sonra nə deyirik? وَالْمُمْتَثِلِينَ لِأَوَامِرِهِ, onun əmirlərini yerinə yetirənlərdən məni qərar ver. وَالْمُحَامِينَ عَنْهُ, onu qoruyanlardan qərar ver. Məni cangüdən elə onun qabağında. Ona dəyən oxlar, nizələr mənə dəysin, ona dəyməsin. وَالسَّابِقِينَ إِلَى إِرَادَتِهِ, onun istəklərinə, öncüllərdən qərar verməni. Yəni, bəzən əmr var, bəzən imam istəyir, amma deməyib bunu. Mən elə eləməni ki, dəhşətli bir sözdür, elə eləməni ki, mən onun istəyini bilim və onun istəyini ilk yerinə yetirmək istəyənlərdən olum. Sonra nə deyirik? وَالْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْهِ, məni onun qarşısında şəhid olanlardan qərar ver. Ona görə, əziz qardaşlar, Əlinin vilayətini qəbul eləməkliyi və budur. Sən zamanənin sahibini tanıyasan, hər gün, hər sübh namazı qılandan sonra, Allaha səcdə eləyəndən sonra oturub bu sözləri zamana imamıva deyəsən, o Allahdan istəyəsən ki, ilahi, mən İmam Zaman ağaya bu cür bağlı olmaq istəyirəm. Onda biz olarıq Əlinin vilayətini başa düşənlərdən. Və ən önəmli məsələ nədir? Bizim
gənclərimiz, qardaşlarımız, ağsaqqallarımız bunu bilək. Nə qədər biz bu dünyadayıq, nə qədər varıq, bu fürsət əlimizdədir. Demirsən ki, burada duada ilahi məni İmam Zaman ağanın istəklərini yerinə yetirənlərdən qərar verir. Demir ki, duası. Hamımız, mən belə bir dua eləsəm, kim buna amin deməz? İlahi bizi İmam Zaman ağanın istəklərini yerinə yetirənlərdən qərar verir. İndi bu amin dedik. Gəlin görə İmam Zaman ağa bizdən nə istəyir? Nə istəyir? Amin dedik, görək nə qədər sadiq bu aminə biz. İmam Zaman ağa bizdən düz olmağımızı istəyir. İmam Zaman ağa əhl-i beytə zinət olmağımızı istəyir. İmam Zaman ağa əxlaqi dəyərlərimizi qorumağımızı istəyir. İmam Zaman ağa yalandan, böhtandan, nə bilim nədən o qədər şeylər var, bizdən uzaq olmağımızı istəyir. Amin dedik, nə qədər bunlara biz nədir? Ciddiyik. Onun əmrlərini yerinə yetirənlərdən bizi qərar ver. Amin. Əmrlərini yerinə yetiririk. Amin demək asaddır. Ona görə əziz qardaşlar, vilayət bayramı, Qədirxun bayramı, onda Qədirxun bayramı olur ki, biz onun mahiyyətini dərk eləyək. Hər gün, hər səhər zamana imamı ilə öz əhdimizi, beyətimizi, müqaviləmizi təzəliyək və o əhdə sadiq dayanaq. Hər birimiz özümüzə nəzarət eləsək, vallah çox şeylər düzələr. Hər birimiz fərdi şəkildə özümüzə və sözümüzün keçdiyi insanlara nəzarət eləyə bilsək, vallahi dünya çox gözəl olar. Bu günlər hamı bizim səhlənkarlığımızdır. Mənim səhlənkarlığımdır. Sənin səhlənkarlığındır. Tökməyək cəmiyyət. Cəmiyyət kimdir ki? Mənəm, sənsən də. Biz bu günləri bu duaları eləyirik və 90%imiz bu dualara sadiq deyilik. Dildədir bu dualar. Dildə imam deyirik, amma nədir? Əslində bizim qəlbimiz şeytana xidmət edir. Əməllərimiz şeytana xidmət edir. Ona görə əziz qardaşlar, bu vilayət bayramında əvvəl özümə nədir? Xatırladıram və sonra siz əzizlərə xatırladıram ki, bu günləri biz vilayət, Əlinin vilayəti, Əlinin balalarının vilayətinin dəyərini bilməliyik və bu beyəti təzələməklə bu il Allah bizə qismət elədi də vilayət bayramında biz Əli və övladı Əli ilə zamana sahibi ilə bugün öz beyətimizi təzələdik. Bu sözləri dedik imama və hər gündə deməliyik. Amma gəlin, ömrə vəfa yoxdur, vallahi ömrə vəfa yoxdur. Bugün varıq, sabah yoxuq. Elə hadisələr baş verir, elə şeylər cərəyan edir ki, insanın bugündən sabaha ümidi yoxdur. Ona görə vay bizim halımıza ki, nədir? Özümüzə nəzarət eləmədən gedək bu dünyadan. Vay bizim halımıza ki, kimisə incidək gedək. Vay bizim halımıza ki, kiməsə böhtan, şər, kiminsə haqqı boynumuzda qalıb gedək. Vallahi müsibətdir. Vay bizim halımıza ki, bu dindən sui-istifadə eləyək, bu dini özümüz üçün ticari məqsədə çevirək. Vay bizim halımıza. Ona görə ən gözəl bayram baba bu mənaları nə eləməkdir? Dərk eləməkdir. Allah bizi İmam Zaman ağanı, Əlinin və övladlarının vilayətlərini dərk eləyən insanlardan qərar versin. Bu vilayətdə ölən saatımıza qədər sadiq niyyətlə sabit olanlardan qərar versin. Allah bizdən sonra gələn balalarımızı da Əli vilayətində sabit qədəm eləsin. Bizlərdən və bizim nəslimizdən Əli düşmənləri qərar verməsin inşallah. Əziz qardaşlar, şükürlər olsun Allaha. Həmişə buna həmd səna eləyək. Allah bizi Əli vilayətində xəlq eləyib. Allah bu vilayəti bizə çox görməsin inşallah. Bir daha bayramımız mübarək olsun. Gələn günləriniz xeyirli, uğurlu, bərəkətli olsun. Allah gələn ili bu bayramı Əli ibn Əbi Talibin hərəmində keçirməyi hamınıza nəsib eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah hamımızdan razı olsun inşallah.